Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsindən olan səs dalğaları mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaytda bizə deyilir ki, insan təfəkkürünün formalaşması və inkişafında nitqin böyük rolu var. Nitq həm ünsiyyət vasitəsi, həm də təfəkkür alətidir. Nitqin formalarından biri olan şifahi nitq əlaqəsi yalnız səslər vasitəsilə mümkündür. Səs nədir? Səslər necə yaranır? Biz bu dərsimizdə sizinlə bu haqqda danışacağıq və geniş məlumat alacağıq. Şəkildə bizə polad xəttkeş verilmişdir. Polad xəttkeşdə görürsünüz ki, hər birinin uzunluğu fərqlidir. Biri 50 sm, biri 10 sm-dir. Biz xəttkeşləri hərəkət etdirsək, rəqsi hərəkət nəticəsində müəyyən dalğa yaradacaq və bizdən soruşulur ki, bu dalğa hansı növ dalğadır və hansı uzunluqda xəttkeşin biz səsini eşidə bilərik. Ümumiyyətlə, qısa xəttkeş uzun xəttkeşə nəzərən sürətli rəqs edir və sürətli rəqs etdiyinə görə onun tezliyi daha böyük olur. Uzun xəttkeşin ətalətli və aşağı tezlikli rəqs nəticəsində havada yaratdığı dalğanın səsi eşidilmir, çünki onun yaratdığı tezlik 16 Hz-dən aşağı olur. Lakin qısa xəttkeşin rəqsi havada yüksək tezlikli səs yaradır və ona görə də insan tərəfindən eşidilir. Polad xəttkeşi sağa əyilən zaman sağ tərəfinə yaxın molekulların məsafəsi azalır, amma sola tərəf getdikdə arada boşluq yaranır və nəticədə hava molekulları arasında məsafə artır. Xəttkeş rəqs etdikdə hava molekullarının sıxlaşması və beləliklə seyrəkləşməsi bir-birini əvəz edir və bunun nəticəsində səs dalğası havada yayılır və buna görə də biz deyə bilərik ki, səs havada uzunna dalğadır. Elastik mühitdə yayılan və səs duyğusu yaradan mexaniki dalğalara səs dalğalarıdır. Səs enerjinin bir növüdür, yəni səs yayılarkən özü ilə enerji daşıyır. İnsan qulağı 16 Hz-nə 20.000 Hz arasında olan səsləri eşidə bilir. Səs dalğaları uzunna dalğalardır, çünki onların dalğanı təşkil edən zərrəciklərin istiqaməti ilə dalğanın yayılma istiqaməti eynidir, yəni paraleldir. Səsi öyrənən sahə də akustika adlanır. Səs dalğaları səs mənbələri tərəfindən yaranır. Səs mənbələri iki qrupa ayrılır. Təbii və süni səs mənbələri. Təbii səs mənbələri təbiətdə hazır şəkildə mövcuddur. Şəkildə də görürsünüz insan, quş, heyvanların səsi. Təbii səs mənbələri yenə quşun səsi, göy gurultusu, insanın səsi, yağışın səsi, şəlalənin səsi, küləyin səsini götürə bilərik. Süni səs mənbələri isə təbiətdə mövcud olmayıb, insan tərəfindən yaradılan mənbələrdir. Süni səsə mənbələrinə biz aiddir. Bit səsi, musiqi alətlərinin səsi, zınqrovun səsi. Səsin yaranması üçün aşağıdakı hallar baş verməlidir. Biz bunları səs hadisələri bir neçə musiqi alətində müşahidə edə bilərik. Adətən simlərin rəqsi hərəkəti nəticəsində yaranır. Məsəl üçün, gitaranın səsi hər hansı bir simin, ipin rəqsi hərəkəti nəticəsində meydana gəlir. İnsanın səsi də boğazımızda olan səs tellərinin rəqsi hərəkəti nəticəsində baş verir. Ağcaqanadın səsi onun qanadlarının rəqsi hərəkəti nəticəsində yaranır. Radio və televizorda da olan səs mikrofonun diafraqmasındakı rəqsi hərəkət nəticəsində baş verir. Səsin yaranmasının ikinci şərti havanın rəqsi hərəkəti olsun. Bəzi musiqi alətləri vardır ki, orada səsin yaranmasında havanın rolu böyükdür. Məsəl üçün, fleytanın səsi onun borusunda əhatələnmiş sütunlardakı havanın rəqsi hərəkəti nəticəsində baş verir. Üçüncü halda biz deyə bilərik ki, səsin membranın rəqsi hərəkəti nəticəsində, çünki bəzi musiqi alətlərində bu mümkündür. Məsələn, davulun səsi onun gərilmiş səthinin rəqsi hərəkət etdiyi zaman meydana çıxır. Səsin yaranması bəzən lövhələrin rəqsi hərəkəti nəticəsində yarana bilər. Məsələn, məktəb zənginin səsi çəkicin zərbələri nəticəsində, yəni dəmir lövhənin rəqsi hərəkəti nəticəsində meydana çıxır. Çox hallarda səs mənbəyinin rəqsi hərəkəti sürətli baş verdiyindən biz onları görə bilmirik. Ümumiyyətlə, gəlin danışaq kamerton haqqında. Kamerton ilk dəfə 18-ci əsrdə ixtira olunan iki qoldan çəngəl formalı metal alətdir.
onların qollarından birinə zərbə vurduqda həmişə eyni tezlikli səs çıxardır. Adətən oktavanın lia notu. Bu səbəbdən də kamertonu musiqi alətlərinin köklənməsində istifadə edilir. Həmçinin kamertonun çıxardığı səsi gücləndirmək üçün onu rezonator adlanan bir tərəfi açıq olan qutuya bərkidirlər. Səs hadisələrini öyrənərkən səs mənbəyi kimi kamerton alətindən istifadə olunur. Kamertonun qollarından birinə zərbə vurduqda o titrəyərək eyni tezliklə aydın eşidilə bilən təmiz səs çıxardır. Bu səbəbdən kamertondan musiqi alətlərinin köklənməsində geniş istifadə olunur. Kamertonun çıxartdığı səsi gücləndirmək üçün o rezonator adlanan bir tərəfi açıq qutuya birləşdirilir. Laboratoriya təcrübələrində də səs mənbəyi kimi kamertonlardan istifadə olunur. Kamerton bərk rezin səthə vurulduğu zaman rəqsi hərəkət etməyə başlayır və səs yaranır. Burada da görürsünüz kamerton. Rezonator onun həmin qutunun hissəsinə deyilir. Şəkildə müxtəlif tezlikli kamertonlar göstərilib. Hər bir kamertonun tezliyi onun üzərində, bu hissələrində qeyd olunmuşdur. Tezliyi 256 olan kamerton çəngəl 1 saniyədə, bu o deməkdir ki, 1 saniyədə 265 rəqs edir. Tezliyi 256 olan kamerton çəngəl 1 saniyədə 256 rəqs edir. Səs mənbəyi rəqs edən cisimdir. Yəni bizdə belə bir təcrübədə verilmişdir. Bunu özünüz də apara bilərsiniz. Bizdə verilir ki, kamerton və onun qolunu rezin çəkiclə vurduqda nə müşahidə edirsiniz və nə üçün rəqqası kamertonun qoluna yaxınlaşdırdıqda o rəqs etməyə başladı. Əgər ipdən asılmış kürəciyi səs yaradan kamertonun yanında yerləşdirsə, kürə böyük qüvvə ilə itələnəcək və bu onu göstərir ki, kamertonun səs yaranması lövhələrin rəqsi hərəkəti nəticəsində baş verir. Çünki lövhələr başlayır hərəkət etməyə və nəticədə bu kürəni də hərəkət etdirir. Əgər səslənən kamertonu su olan doldurulmuş qaba yerləşdirsək, su ətrafa sıçrayacaq. Bu da onu göstərir ki, kamertonda səs yaranması lövhələrin rəqsi hərəkəti nəticəsində baş verir. Baxın, havada səs dalğaları, yəni kamerton dayanmış vəziyyətindədir. Əgər kamerton sağa doğru hərəkət edirsə, A çəngəli, o zaman orada sıxlaşma görülür. Amma A tərəfi sola tərəf hərəkət edən zaman isə burada hava molekulları arasında seyrələşmə yaranır. Və bu cür sıxlaşma və seyrələşmələr davamlı olaraq bir-birini əvəz edir. Və nəticədə havada səs dalğaları yayılır. Səs hadisəsinin baş verməsi üçün ilk növbədə səs mənbəyi olmalıdır. Mənbə olmasa səs yarana bilməz. İkinci halda isə səs dalğalarının yayılması üçün mühit olmalıdır. Mühiti görürsünüz. Üçüncü halda səs qəbul edicisi olmalıdır, yəni insan qulağı olmalıdır. Səs dalğalarının mühitdə yayılmasına əvvəlcə mənbə tərəfindən səs yaranır. Bu zaman titrəyən səs dalğaları hava molekullarının havada yayılır. Səs dalğaları qulağınıza çatan zaman When they strike your eardrum, it vibrates. This vibration is converted into electrical signals that your brain recognizes as sound. Səs havada yayılarkən özü ilə enerji daşıyır. Yəni enerji havada bir zərrəcikdən digərinə ötürülür. Həmçinin burada səs yayılarkən maddə daşınması baş vermir. Yəni biz görə bilmərik ki, hava zərrəcikləri yerini bir nöqtədən digər nöqtəyə doğru yerini dəyişsin. Səs dalğalarının amplitudu hava qatının iki tərəfə getdiyi maksimum məsafədir. Hər iki tərəfə getdiyi maksimum məsafə nəzərdə tutulur. Gəlin danışaq səsin sürəti və əks sədadı haqqında. Ümumiyyətlə biz şimşək çaxması və göy gürültüsünü eyni vaxtda müşahidə etmişik və görmüşük ki, biz əvvəlcə şimşəyi görürük, daha sonra göy gürültüsünün səsini eşidirik. Bu onun nəticəsindədir ki, biz adətən işığın sürəti səsin sürətindən daha böyükdür. Biz bunu gələcək dərslərimizdə də sizinlə daha geniş formada keçəcəyik. Və biz görürüz, baxırıq, əvvəlcə işığını görürük, daha sonra səsini eşidirik. Çünki işığın sürəti təbiətdə ən böyük sürət hesablanır. Amma bugünkü dərsimizdə biz səsin sürəti haqqında danışacağıq. Səs dalğalarının vahid zamanda yayıldığı məsafəyə bərabər olan kəmiyyət səs sürətidir.
Səs sürəti aşağıdakı düsturla ifadə olunur. V bərabərdir lambda nü, V bərabərdir lambda bölünsün T. Düsturda V sürət olur, vektorial kəmiyyətdir, vahidi metr bölü saniyədir, lambda dalğa uzunluğudur, vahidi metrdir, nü tezlikdir, vahidi 1 bölünsün saniyədir, T period olur, vahidi saniyədir, hər iki kəmiyyət skalyardır və cihazı saniyə ölçəndir. Səs dalğalarının yayılma sürəti adətən mühitin elastikliyindən, yəni mühitin özündən, növündən asılıdır. Səs ən böyük sürəti bərk cisimlərdə olur. Biz müşahidə etsək, görərik ki, bərk cisimlərdə ən böyük sürətə malikdir. Səs dalğası bir mühitdən digər mühitə keçəndə sürəti də dəyişir, dalğa uzunluğu da dəyişir, lakin səs tezliyi dəyişmir. Çünki səsin tezliyi mənbəni xarakterizə edir. O anda mənbə dəyişmədiyindən tezlik də dəyişmir. Səsin sürəti mühitin növündən də asılıdır. Dedik ki, ən böyük bərk cisimlərdə, ən zəif qazlarda yayılır. Burada da müşahidə etmişik. Səs dalğaları ən yaxşı bərk cisimlərdə yayılır deyir. Bunun səbəbi ondan ibarətdir ki, bərk cisimlərdəki zərrəciklər daha yaxın yerləşmişdir və səs dalğaları həmin zərrəciklərin rəqsi hərəkəti nəticəsində tez bir zamanda ötürülür. Səsin bərk cismə gedib qayıtmasına, yəni dəyib geri qayıtmasına səsin qayıtması adlanır. Səs adətən bərk cisimlərdən daha yaxşı qayıdır. Səsin qayıtması üçün sətin kələkötür, hamar olması önəmli deyil. Səs bütöv növ səthlərdən qayıdır. Məsələn, şəkildə oğlanlardan biri metal bankaya danışdıqda digər oğlan həmin metal bankadan eşidilir onun səsi. Buna səbəb qalın ip bərk cisim kimi səsi yaxşı ötürür. Səs dalğaları havada zəif yayılır. Buna səbəb hava zərrəcikləri bərk cisimlərə nəzərən uzaq yerləşir və səs dalğaları həmin zərrəciklərin rəqsi hərəkəti nəticəsində gec ötürülür. Radio mühərrik, avtobus, qatar, təyyarə, quşun səsi havada yayılır və nəticədə biz eşidirik. Səsin sürəti dəmir havaya nəzərən daha böyükdür. Yəni poladda, dəmirdə daha böyükdür. Buna görə də müəyyən məsafədən yaxınlaşan qatarın səsi qatar reyslərindən eşidilir. Səs dalğalarının mayedə yayılması bərk cisimlər və qazlar arasında aralıq tutur, mövqe tutur. Əgər biz səsli oyuncağı suya batmış formada qoysa, bu zaman onun səsi yenə də eşidiləcək. Yəni su da mühit kimi səs dalğalarını ötürür. Sualtı gəmilərin mühərriklərinin səsi suyun altından yaxşı eşidilir. Bundan istifadə edərək xüsusi cihazla səsi müəyyənləşdirən gəminin yeri təyin edilir. Səsin sürəti suda havaya nəzərən daha böyükdür. Buna görə də balinalar suyun altında səs siqnalları vasitəsilə bir-birləri ilə danışır. Vakuumda heç bir zərrəcik olmadığından səs dalğaları orada yayıla bilmir. Kosmik fəzada soruşulur ki, bəzən çox güclü ulduz partlayışları baş verir. Nə üçün onların səsini eşitmirik? Çünki kütləvi informasiya vasitələrindən də eşidirik ki, günəşdə növbəti və güclü partlayış baş verib, amma biz onların səsini eşidə bilmirik. Biz bilirik ki, ayda, kosmosda hava yoxdur, vakuum hesab olunur. Burada da heç vaxt səs yayılmır. Ayın səthində astronomlar bir-biri ilə danışan zaman səs yayılmadığından onların səsləri eşidilmir. Onlar ayın səthində danışmaq məqsədi ilə radio dalğalarla işləyən naqilsiz cihazlardan istifadə edirlər. Səsin sürəti temperaturdan da asılıdır. Yəni temperatur artdıqca səsin sürəti də artır. Havanın rütubətliyindən asılıdır. Havanın rütubəti artdıqca səsin sürəti artır. Burada müxtəlif maddələrdə olan sürətlər göstərilmişdir. Əgər qaz kranı bir neçə saniyəlik açsaq, biz əvvəlcə onun səsini, sonra da iyini hiss edərik. Lakin qazın iyi hava zərrəciklərin birbaşa hərəkəti nəticəsində baş verir. Ona görə də bir müddət vaxt alır. Çünki qazın səsi hava zərrəciklərinin rəqsi nəticəsində baş verdiyindən ilk hiss olunur. İşıq və səs arasında fərq. Biz görürük ki, işıq sürəti adətən səsin sürəti ilə müqayisədə daha çox böyükdür. İldırım çaxarkən də biz əvvəlcə onun işığını görürük, sonra səsini eşidirik. Kriket oyununda da topun raketkaya dəydiyini əvvəlcə görürük, sonra səsini eşidirik. Və tüfəngdən atəş açılarkən əvvəlcə
onun işığını görürük, daha sonra səsini eşidirik. Səs partlayışı səsin sürətindən böyük sürətlə hərəkət edən təyyarənin şok dalğalar yaratdığı partlayıcı səsdir. Əgər səs partlayışı yaradan təyyarə aşağıdan evin üzərinə uçarsa, evin pəncərə şüşələrini sındırır. Səs dalğaları işıq dalğalarından daha uzundur. Ona görə də səsin qayıtması üçün daha böyük ərazi önəmlidir. Səs dalğalarının maniyədən qayıdaraq səsin təkrarlanmasına, yəni əks olunmasına əks səda deyilir. Burada da əks sədanı gedir, qayıdır. Hansı bir maniyədən. Məsələn, dağın yaxınlığında yoldaşını səsləyən adamın bir neçə saniyədən sonra öz səsini eşitməsi də səsin əks sədasıdır. Balıq qulağında da əks səda hadisəsi müşahidə olunur. Biz həmişə müşahidə edirik ki, dəniz sahilində dincələn zaman qarşınızda iri balıq qulağı çıxdıqda onu dərhal götürürsünüz. Çünki harada olmağınıza baxmayaraq, onun qulağınıza yaxınlaşdırdıqda eşidirsiniz. Dənizin səsini eşidirsiniz. Boş balıq qulağının dəniz səsini yaradan nədir? Daha hansı əşya vasitəsilə dəniz səsini eşitmək olar? Ümumiyyətlə, qabıqların içi fikir versiniz, boş, əyri forması musiqi alətlərinə bənzəyir. Ətrafımızda gələn səslər qabığa daxil olur və onun divarlarına dəfələrlə əks səda edir. Nəticədə hətta aşağı tezlikli uğultu və gürültü əks səda nəticəsində güclənərək daha yüksək və nəzərə çarpan olur. Balıq qulağından meydana çıxan səs okean dalğalarının səsinə bənzədiyi üçün beynimiz sahildən uzaqda olsa belə onun dəniz səsi kimi şərh edir. Səs dalğaları vasitəsilə obyektlərin yerinin təyin edilmə üsulu səs lokasiyası adlanır. Əks sədanın bir sıra tətbiqləri var. Dəniz və okeanların dərinliyini ölçmək üçün exolot cihazından istifadə olunur. Həmçinin balıqların çox toplaşdığı yerləri müəyyən etmək üçün exolot cihazından istifadə olunur. Ümumiyyətlə, əks səda H bərabərdir VT bölünsün 2 üsulunu hesablanır. H orada gəmidən obyektə qədər məsafə götürülür. Səs V səsin sürəti nəzərdə tutulur. T isə səs siqnalının obyektə qədər gedib qayıtma müddəti nəzərdə tutulur. Səsin müxtəlif mənbələrdən qayıdaraq əks səda yaradır. Divardan dedik, adətən bərk cisimlərdən qayıtması müşahidə olunur. Konsert zalında da qısa müddətlik əks səda arzulu olunandır. Çünki səsə həyat verir və səsin səviyyəsini yüksəldir. Əgər əks sədanın müddəti uzun olarsa, səs müxtəlif səslərin qarışmasından bunalılıqlaşır. Ona görə də müasir konsert zallarında əks sədanın miqdarı optimal şəkildə dizayn olunur. Böyük zal və auditoriyalarda geniş miqdarda əks səda müxtəlif növ səs uducu materiallarla azaldılır. Ümumiyyətlə, böyük zal və auditoriyalarda geniş miqdarda əks sədanı azaltma üsulları. Panelləri böyük zal və auditoriyalarda divarlar və tavanlar üzərində yerləşdirirlər. Müəyyən panellər yerləşdirilir. 2. Xalçalar döşəmə üzərinə sərilir. Bu da xüsusiyyətini artırır. Ağır pərdələrdən istifadə olunur, qapı pəncərələrdən açılaraq. Oturacaqlarda səs uducu materiallardan istifadə olunur, yəni daha yumşaq materiallardır. Yumşaq və məsaməli materiallar səsi biz qaytarıcılardır. Bunlar yaxşı səsi udanlardır. Keçək tapşırıq həllərinə, məsələ həllərinə, bizim mövzumuza aid bir sıra məsələ həllərinə baxaq. İkinci məsələdə deyilir, şəkildə təsvir olunmuş hadisəni izah edir və təcrübə aparılan mexaniki dalğadır, yoxsa elektromaqnit dalğası. Siz görürsünüz ki, hava olan zaman səs eşidilir, amma hava olmayan zaman səs eşidilmir. Təbii ki, bu mexaniki dalğadır, səs dalğası demişik ki, və vakuumda yayıla bilmir. Yayılması üçün mütləq şəkildə mühit olmalıdır. Ona görə də bizdə cavab mexaniki dalğadır. Cavan və sağlam ağrı balıq daşıyarkən dəqiqədə 19.800, sərbəst boş uçanda isə dəqiqədə 26.400 dəfə qanad çalır. Qanadların rəqs tezliyi nə qədərdir? Yəni, hər iki halda biz qanadların rəqs tezliyini təyin edə bilərik. Bunun üçün biz bilirik ki, tezlik düsturundan istifadə etməliyik. Tezlik bilirik ki, kiçik n bərabərdir. Böyük n bölünsün t düsturuna hesablanır.
Gəlin həm birinci halda, həm ikinci halda. Burada T bizdə zamandır. 1 dəqiqədir 60 saniyə yazacaq. Say isə bir dəfə 19800, bir dəfə 26400 dəfə olacaq. Tutalım birinci halda hesablasaq. 19800-ü biz bölməliyik 60-a. Hesablayaq bunu. Cavab 0,33 elədir. İkinci halda həmin düsturu hesablasaq. Gəlin bir hissəni silək. Buranı silsin. İkinci halda hesablayaq. Yəni tutalım n2-ni hesablasaq. Bu zaman 26400-ü biz 60-a bölməliyik. Bunu da hesablayaq. Cavab verəcək 440. Yəni hər birini ayrı-ayrılıqda hesabladıq. B variantında bizdə soruşulur ki, bal daşıyan və sərbəst uçan arının qanadlarının havada yaratdığı səslər eşidiləcəkmi? Bu səslərin eşidilməsi üçün biz bilirik ki, səs dalğaları adətən 16 Hz-nə 20.000 Hz arasında olduqda biz səsləri eşidə bilirik. Birinci halda 0,33, yəni ki, bal daşıyarkən bu zaman onun səsi eşidilmir. Çünki ki, səs tezliyi aşağıdadır, 16-dan da aşağıdadır. Amma ikinci halda tezlik, yəni 440-a bərabərdir. Bu 440 da 16 ilə 20.000 Hz arasına düşdüyündən biz deyə bilərik ki, arı sərbəst boş uçanda biz onun səsini eşidə bilərik. Əks sadada bizdə deyilir ki, zamanı, bizdə əks sada düsturundan istifadə edəcəyik. İlk növbədə zamanı yazaq. T bərabərdir 2 saniyə. Sürət verilib bizə. V bərabərdir 340 metr bölü saniyə. Məsafə bizdən soruşulur. Bura H da yaza bilərik, S da yaza bilərik. Əks sada düsturu bilirik. H bərabərdir. VT bölünsün 2 düsturundan hesablanır. Qiymətlərini yerinə qoysaq 340-ı 2-yə vurub yenədən 2-yə bölməliyik. O zaman cavab 340 metr olacaq. Sizinlə bu cür məsələni hesabladıq. Keçək digər tapşırıqda. Digər tapşırıqda əks nə formada bizə verilmişdir? Bizdən soruşulur. Zaman verilib 16 saniyə. Və müəyyən sürət verilib, görürsünüz, səsin havada sürəti V verilib bizə. 340 metr bölünsün saniyə. Və yenə də məsafə bizdən soruşulur. Yəni H yazırıq. H bərabərdir sual. H bərabərdir VT bölünsün 2-dir. Yəni biz burada 340-ı 16-ya vurub 2-yə bölməliyik. Hesablayaq. 16 2 ilə ixtisar gedir. Yəni biz burada 340-ı 8-ə vursaq 2720 metr alarıq. Bu məsələni də sizinlə həll etdik. Bizdən soruşulur ki, 400 metr bölü saniyə sürətlə yayılan 80 metr dalğa uzunluqlu dalğanı insan səsi eşidə bilirmi? İnsan səsini eşidilməsi üçün biz tezliyi müəyyənləşdirməliyik. Biz bilirik ki, dalğanın yayılma sürəti V bərabərdir. Lambda vurulsun növ şəklində təyin olunur. Bizdə sürət 400-dür. Dalğa uzunluğu 80-dir. Nü də bilmirik. Nüyünü tapsaq əgər, yəni 400-ü biz 80-ə bölməliyik. 400-ü 80-ə böləndə biz çapırıq 5 Hz. 5 Hz-i adətən bizim qulağımız eşitməyəcək. Çünki biz bilirik ki, insan qulağı 16 ilə 20.000 Hz arasında səsləri eşidə bilir. Ona görə də bu səsi insan qulağı eşitməyəcək. Növbəti məsələdə bizə deyilir, səs mənbəyi suda periodu 0,2 saniyə olan rəqsi hərəkət etdikdə uzunluğu 2,8 metr dalğa yaradır. Səsin suda yayılma sürətini təyin edin. Tam bizə period verilib, period bilirik T hərfinə işarə olunur. 0,2 yazıram. Burada heç bir çevirmə aparmıram, saniyə olduğu kimi qalır.
Dalğa uzunluğu verilib bizdə. Dalğa uzunluğu 2,8 metrdir. Bizdə dalğanın yayılma sürətini soruşur. Yəni biz bilirik dalğanın yayılma sürəti V bərabərdir. Lambda bölünsün T şəklində təyin olunur. Və nəticədə qiymətlərini yerinə qoyuruq. 2,8-i 0,2-yə bölürük. Bunu hesablasaq cavab 1400 metr bölünsün saniyə edəcək. Keçək digər tapşırığa. Bizə deyilir ki, dalğa mənbəyi 10 saniyə müddətində 25 rəqsidir. Yəni zaman 10 saniyədir. Rəqslərin sayı 25-dir. Sürəti verilib bizə 5 metr bölü saniyə və bizdən dalğa uzunluğu soruşur. Lambda bərabərdir sual. Biz əvvəlcə T ilə N-dən tezliyi tapa bilərik və yaxud periodu tapa bilərik. Heç bir fərqi yoxdur. Tam biz tezliyi tapsaq, nü bərabərdir N bölünsün T-dir. Yəni biz burada 25-i 10-a bölməliyik. 25-i 10-a bölsək, cavab edəcək 2,5. Sonra sürətin düsturu bilirik ki, V bərabərdir lambda vurulsun nüdür. Biz lambdanı tapsaq, V-ni nüyə bölməliyik. Sürəti, yəni 5-i tezlik 2,5-ə bölməliyik. Bu da eləyəcək 20 metr. Və biz bu məsələdə həm tezliyin hesablanmasına baxdıq, həm də dalğanın yayılma sürətini hesabladıq. Bizdə digər tapşırığa baxaq. Deyilir ki, səs mənbəyi qabın içərisinə yerləşdirilir və qabın ağzı bağlanır. Qabın ağzı qapalı olsa da içərisindəki səs mənbəyindən gələn səsi eşidə bilirik. Bizdən soruşulur, qapalı qabın içərisindəki mənbədən gələn səs qabdan xaricə necə çıxır? Biz bilirik ki, səs dalğaları havada yayıla bilir və nəticədə qabın içərisində də hava olduğundan hava vasitəsilə həmin səsi biz eşidə bilirik. Burada hava mühit rolunu oynayır. Amma bizə deyilir ki, əgər hava çıxarsa, bu zaman səs qabın daxilindən, xaricindən yayıla bilərmi? Xeyr. Biz demişik ki, səsin sürəti vakuumda yayıla bilmir. Mütləq mühit olmalıdır. Mühit də bizdə hava kimi götürülür. Digər tapşırıqda deyilir ki, şəkildə səs mənbəyi olan və onun üzərində rəqs edən yüngül kürəciklər təsvir olunmuşdur. Və bu hadisənin necə baş verdiyini izah et. Ümumiyyətlə, rəqs mənbəyi, səs mənbəyi adətən rəqsidir. Rəqs edən zaman biz bilirik ki, orada titrəmə, yəni rəqsi hərəkətlər mövcud olur. Səs mənbəyi rəqs edərkən öz enerjisini bəzən digərinə ötürülür və enerjisini ötürən zaman rəqsi hərəkət olduğu zaman üzərindəki kürəciklər də yüngül olduğundan onlar da onunla bərabər rəqsi hərəkət edirlər və nəticədə yuxarı və aşağı doğru hərəkət edirlər. Keçək sonuncu tapşırığa. Sonuncu tapşırıqda bizə ultrasəs siqnalı deyilir ki, 6 saniyədən sonra geri qayıdır, dənizin dərinliyini soruşur. Yenə də biz burada verilənləri yazarıq. T bərabərdir 6 saniyə. Səsin suda sürəti 1500-dür. 1500 metr bölünsün saniyə. Və bizdə dərinliyi soruşur. Yəni H bərabərdir sual. Yenə də əks-səda düsturundan istifadə etsək, H bərabərdir V vurulsun T 2 şəklində yazarıq. Yəni 1500-ü 6-ya vurub 2-yə bölürük. Yəni biz burada 1500-ü elə bir 3-ə vurmuş oluruq. Eləyəcək 4500 metr. Deməli, biz bu dərsimizdə sizinlə səs dalğaları haqqında məlumat aldıq. Öyrəndik ki, səs dalğaları hansı mühitdə yayılır, həmçinin səs dalğaları mühitdə yayılarkən hansı xüsusiyyətlərə malik olur və səs dalğalarını səsin yayılma sürəti anlayışına tanış oldu, əks-səda anlayışına tanış oldu və onların təbiətdə bir sıra tətbiqlərini sizinlə müşahidə etdik və həmin slaytlar vasitəsilə öyrəndik və həmin mövzuya aid biz sizinlə bir sıra məsələ həllərinə də baxdıq, tapşırıqlar işlədik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.